30 ilə yaxın öz yurtlarına həsrət qalan Ağalı kənd sakinləri bugün geri qayıdışın sevincini yaşayırlar. Növbəti mərhələnin köç karvanı Abşeron rayonu Masazır kəndindən yola düşüb. İndiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeronda müvəqqəti məskunlaşmış 25 ailə, daha dəqiq desək 123 nəfər bundan sonra ata-baba ocaqlarında yaşayacaq. Onlar ermənilərin işğal dövründə tamamilə dağıtdıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir. Oraları görməmişəm, yəni çox bir sevinclə qayıdıram ora. Baxmayaraq ki, oranı görməmişəm, eləməmişəm, amma yenə də öz elim, obamdır, ata diyarına qayıdırım. Sevinç göz yaşları. Mən Zəngilandan məcburi köçkün düşəndə 11 yaşındaydım. Mən elə bilirəm, mənim uşaqlığım dayanıb durub məni gözləyir. Bugünü bizə yaşadan oğullarımıza təşəkkür eləyirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Allah ordumuzu qorusun. Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında püşkatma ilə aparılıb. Növbəti köç mərhələsi ilə birlikdə Ağalı kəndində daimi məskunlaşdırılan ailələrin sayı 133-ə çatacaq. Proses isə davam edəcək. Biz xoş bir halda alnı açıq, üzü ağ prezidentimiz sayəsində öz kəndimiz Ağalıya gedirik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin ki, bugünkü günü bizə yaşatdı. Prezidentimizin də Allah ömrün, canın sağ eləsin ki, cəmaatı öz dədə-baba yurduna qaytardı. Bundan sevinci nə ola bilər ki? Hazırlıq işləri yekunlaşdıqdan sonra köç karvanı Zəngilan şəhərciyindən yola salındı. David Nuraşvili, Elgün Heydarov, Vüsal Qaraca, ASTV xəbər.